Böyle bir taşın üstünde yatmışım sen. Belim içime girip ya. Divana mı Allah? Ben gece divan üstünde yatmıştım axı. Seyfi tapdım. Daha bundan sonra benim telefonumuz arkası açtı. Adaptır. Nə adaptır, Rafik? Divan yoxdur. Hə yoxdur yox, açılanda belə olur. Belə açılır da divan. Nə açılanda belə olur, ay Rafik? Ana Sana deyirəm divan yoxdur, belə divan olur ha. ay, divanlıq ayaq açdı yerdə divan. Bu sən qoyunsan. 5 dəqiqə başını boşladım, altından divan uğradılar. 10 dəqiqə qalsa orqanımı satarlar. İçsa da mən. Qoyun. Mən başımı boşlayasan. Deyirəm divan yoxdur da, mən gecə yatanda mənim nətər altıma girib götürübdü bu. Hansı eşşək uğuruyub, nətər uğuruyub yatdığım yerdən bilmirəm. Ay, belə təhqir eləmə. Ehtiyacı olan adamlar olur. Belə Allaha xoş getməz. Bax gör Rafik, bu həyatda bizim qədər ehtiyacı olan var nəyəsə. Niyə yoxdur ya? Eşşək meşək deməli şey görə, qaqa, ayıbdır. Allah eşşək nədir? Mən eşşəyin hələ yüngüllü deyirəm ona. Ya Rəbb! Bu gündən istəmişəm ya Rəbb! Ay onu oğurlayan, görüm pitdə olasan. Qaçda xala, yaxşı. Dincəl. Bir dəqiqə deyən görək səndən. Ay onu oğurlayan, görüm heç xeyir tapmayasan. Görüm evin yıxılsın, ay mənim evimi yıxan. Görüm heç sevdiyinə qovuşmayasan. Ay, Seyfi, ora qədər girmə də, ehtiyac yoxdur ona. O, qismət talih məsələsidir. O biriləri dedim, başa düşdü. O, öyle şeyləri olmaz ya qardaş. O, yaxşı şey deyil. Adam sevdiyi nəzarından, eləmə onu. Nəsər ya, başa düşmədim. Deyirəm ki, görüm heç sevdiyinə... Ay, eləmə də Seyfi, dedim talih qismət məsələsidir. Ay Allah, görüm! Ay Allah! Ay! Əmən oğramışam. Yox ey Rafik, mənə cavab ver görüm sən niyə o divanı uğurladın? Ay nağarım. Dünən vəfada heç zaman sənə zəng eləyəcəm. Mənim də zaretkam yox. Zaretkan qoy, adaptörüm yoxdur. Mən də məcbur qaldım, altından divanı fırlatdım, aparıb satdım özümə adaptör aldım. Ay istəmirsən qardaşım xoşbəxt olsun. Rejissor gəlmişdi o kino söhbətində, onda mənə satdın ürəyin dincəlmədi. İndi də divanıma göz dikdin, ay uğraş. Seyfi, sən nə deyirsən dinləyim? Bax, buradan Allah'ım, bax, buradan da verirəm. Mən maraqlı olan bir dəqiqə vəfanın zəngidir. Mən dünən də sabah yığacam, bu gün də həmin gündür. Dünən oldu sabah, bu gün həmin gün. Başa düşdün? İmkan ver xoşbəxt olur, qardaşımsan. Divan satmaqla adam xoşbəxt olur, Rafik. Ona görə bu gün deyək də. Vaxtında satdın hər şeyimizi, getdin lazımsız şeylər aldın, qoydun bizi küçələrdə, biznesimizi də batırdın. Bir dənə divana möhtac qalmışdıq küçələrdə. Onu da hərrədin, fırladın, gətirdin, elə sən satdın o divanı. Sən. Hə, nağarım. Quş alım ayağına bağlayım, məktub göndərim vəfaya. Ne səndə əsirdə, ne səncə ildə. Yo, Rafik. Sənin onsuz quş almağına ehtiyac yox da. Vaxtında elə boş söhbətlər eləməsəydin, ağzından o quşları buraxmasaydın, bu dəqiqə quş ferman var idi sənin. Ay, mən quşu da mən burada. Mən səydim... Bir dəqiqə dayanma, burada söhbət eləmirik mi? Bir dəqiqə dayanma, söhbət eləmirik mi? Söhbət eləyirik burada, bir dəqiqə... Dəfə zəng edir, dayanma demə. Damı saxla. Dəfə zəng. Alo. Alo, qardaş salam. Salam. Qardaş bu divana görə zəng eləmişdim sənə. Nə divan qardaş? Divan satanda demədin ki, divan alverinə baxıram, nə vaxt olsa yığır. Qardaş mən iş adamıyam, idarədiyəm mən indi.
Hə qardaş, nə idarə? Bayaq səndən divan almışam, nömrə vermirsən ki, bəs mən divan Ay. satdım. Dolamısan. Deyirəm mən satmamışam, nə deyirsən? Deyirəm ki, o divanı Dən deyən satanı da zəkət, gözlə Allahın dənə. sevgisinə qovur. Göz əkər. Allah onu... Alo. Sabahın xeyir Vəfa. Salam. Sabahın xeyir. Necəsən? Yaxşıyam. Yaxşı olmağa çalışıram. Sən necəsən? Bilmirəm, biraz ürəyim sıxılır elə bil. Nəsə qəribə gündür. Rafiq, mən dünən bir şey gördüm. Dünən axşam evə qayıdanda kartonun üstündə o bomuşla birlikdə oturan gördüm səni. Nəsə problem olmayıb ki? Yo, bir problem yoxdur. Nə problem olacaq? Prosto dünən sənin yanında çox pis danışdım. Qayıtdım, ürəyim dözmədi. Oturdum yanına ki, bəlkə könlünü alım. Yo, başqa heç bir problem yoxdur. Amma sənin səsin nəsə qəribə buna görə deyil, ha? Başqa nəsə var elə bil, hə? Mən də bilmirəm, biraz ürəyim sıxılır. Bəlkə də kimləsə görüşüb söhbət eləməyə ehtiyacım var. Hə, kimləsə deyib mənə yığdığıma görə yəqin mənə ünvanlanır. Əslində, hə, söhbət eləsək yüngülləşərəm. Əgər vaxtın varsa təbii ki. Hə, vaxtım var əslində. İndi bir dənə iclasdayam, mühüm bir işim var, idarədəyəm. Götdə sənədə qoyuram, bir dənə işlərimi qutarım, görüşə bilərik. Harada görüşək? Bilmirəm, bəlkə elə həmin parkın yanında görüşək. Oradan sonra da baxarıq. Hə, olar, bəlkə onu harda danışdıq. oturarıq. Yarım saata parkdayım onda. Yaxşı, hələlik. Oldu, görüşənə qədər. Sağ ol. Danışdım. Görüşədik. Demədin, ala olmuşam. Qaralt da qanımı, qaralt. Rahat deyil demək, sev sənə belə. Elə mənə də. Nətər deyim? Burada deyirəm yanında. Onun səs gələndə, danışanda dilim ağzımda salto vurur, deyəmirəm, nə bilim. Bildim, Rafiq. Və bilsə ki, küçədə yaşayırsan, onda nə olacaq? Elə qorxduğum nöqtədə oldu da mən. Dedi, parkda görüşək. Deyir, ondan sonrasına baxarıq. O baxarığın altında minimum bir dənə çay var. Qəpiyim yoxdur ha cibimdə, gedirəm. Nə bilim. Hava götürün. Sonrası cebində biraz pul var. Mən neyini yazım 40 qəpiyinə? Sən nə əzlaf adamsan, hə? Hələ də sən o 40 qəpikdəsən, hə? Göt kim adı cibinə qoy, cibində sonrası pulun olsun. Sağ ol. Özdə yalan danışanda elə yalan danış ki, belə qəşəng bazburutlu yalan olsun, ha? Altından çıxamayasan deyə. Məzələnərsən, sən ol, Seyf. Qardaşım, ucunda bu boyda xoşbəxtçilik görmüşəm də bu məsələni, bu boyda. Ona görə qururam da bu boyda oyunu, bu boyda yalanları. Nə olar ki, mənim haqqım deyil xoşbəxt olmaq. Mən sənin xoşbəxtçiliyini istəmərəm, ay oğraş. Sən də mənim qardaşımsan da. Ətini də yeyəsəm, sümüyünə çabaq atmaram. Onu bil ki, qardaşım, dost sözü ecaya bölünmür. Elə biz də biznesimizi batırandan bir yerdəyik. Mən sən yolu tez gəlmişəm. Nə? Sən nə oğraş adamsın? Salam. Salam, necəsən? Yaxşıyam, sən necəsən? Yaxşıyam, yaxşı ol. Çox gözlətmədim. Yo, elə təzə gəlmişəm. Oturdum elə burada, gün biraz gözümü dəyişdi. Başqa problem yoxdur. Nə, hara gedək? Deyim, belə hava yaxşıdır da, bəlkə deyirəm gəzək. Gəzmək, bəlkə haradasa oturaq, ac deyilsən? Yo, mənim aclığım yoxdur, mən təzə yemişəm, 1 saat olar yemişəm. Hə. Dəqiq ac deyilsən? 100% az deyiləm, bu gəzmək olar amma, yaxşı hava var. Mən əslində sənlə yemək yeyəcəm deyə evdə yemədim heç nə. Biraz acam. Bəlkə bir yerdə oturaq? Hə, elə. Otura bilərik, problem yox, sən atsansa oturaq. Yaxşı. Bu yaxınlarda bir yer bilirəm.
Yeməkləri çox dadlı olur. Bəlkə ora gedək. Necə istəyirsən. Yaxşı, anda gedək. Qarşıdadır. Get. Evdə sıxılıram Rafiq. Doğrudan niyə? Anamla axır vaxtlar yola gedə bilmirik. Hər şeyə qarışır. Hardasan, kimlə danışırsan, niyə gec gəlmirsən? Deyiləndə də deyir ki, mən səni bu günlər üçün böyütmüşəm bəyəm. Nə bilim o vaxt atam qoyub çıxdı, getdi. İndi də anam məni tək qoyub. Özümü elə tək hiss eləyirəm ki. Hə, düzdür. Nə düzdür? Rafiq, Hə. yaxşısan? Mənə qulaq asmırsan elə bir. Yo, asıram, prosta fikrim qarışdı. Burada kremli suşi var idi. Nə? Kremli suşi. Təsvir elədim ki, elə bil onu yeyirəm, ürəyim bulandı nəsə. Narahatsansa qalxa bilərik. Yox, niyə qalxırıq ki? Yox, problem yoxdur. Narahat olma. Sözümü də kəsdim, bağışla. Buyur, danış, eşidirəm. Biri mənə hə desin, bəsimdir. Hə, bəlkə qarışıq set deyək ortaya. Uyğunda O var, sənə? mənə problem yoxdur. Aha, qarışıq set və mənə kola zəhmət olmaz. Mənə kola verməz, adi su verərsə zəhmət olmaz. Bir dəqiqə gözlə gəlirəm. Yaxşı. Qaqaş, salam eləyəcəm. Çox üzr istəyirəm, narahat edirəm səni. Mən blogerəm, sosial eksperiment keçirdirik burada. Mən sənə uzaqdan belə əl eləyəndə mənə əl eləyərsən. Demişəm dostumdur, haqqında çox danışmışam burada. Yəni başqa problem yoxdur. Yaxşı? Başa düşmədim. Bir dənə sən qardaşım. Belə mən sənə əl eləyəndə sən elə narahat olma, hörmət eləyəcəm sonra. Yaxşı? Yaxşı. Kameraları sonra göstərəcəm sən. Yaxşı? Sağ ol. Gəldim. İndi rahat qulaq asılıb bilərəm. Lap yaxşı. Mən də anamdan danışırdım. Bilirsən nə düşünmüşəm? Mən elə gəlir ki, anam özü də bədbəxtdir. Amma mənə də yaşamağa imkan vermir. Bir dəfə də olsun demir ki, sənin nəyin çatmır, nə istəyirsən, necəsən. Elə ancaq istəyir ki, mən onun kimi yaşayım. Onun arzuları, onun fikirləri. Mən də belə sıxılıram axı Rafiq. Vəfa, bəlkə tək böyüdüb səni, ona görədir. Bəlkə ondan qorxub. Başa düşürəm, tək böyüdüm. Amma bu qədər də olmaz da. Düşünə bilirsən, gecə yatanda belə gəlir qapımı açır ki, yatmışam yoxsa yox. Mən də insanım axı, sıxılıram. Bəzən heç evə getmək belə istəmirəm. Vəfa, belə söhbətlərdə məncə biraz səbir lazımdır. Görürəm səni çox sıxır. Məncə özü ilə bağlıdır, sənlə bağlı deyil bu məsələ. Çünki o qorxur səni də itirər. Axı o bir dəfə itirib ona görə. Bilirəm, amma yenə də çətindir axı. Bu qədər sıxmaq olmaz insana. Mən biraz sərbəstlik istəyirəm. Çox şey deyil ki bu. Belə çox şey deyil, amma bir ana üçün çox şeydir. Düz deyirsən. Əslində sən çox yaxşı dinləyicisən, Rafiq. Mən əslində yaxşı dinləyici zat deyiləm. Prosta yaxşı baş eləyirəm. Belədir ki, baş gəlməyə qulaq asmağa planmırlar ki. Mən də bunu bacarıram da. Amma bax ha, mən alışmışam dinləməyə. Bir də görsən, qulaq asdığım adamlar mənə bağlana bilirlər, sonra qopa bilmirlər. Dəhşətsən sən. Gülməyi, sənə elə mən yeyirəm, sən də ye də. Qalxaq Vəfa. Qalxaq. Hə? Hesab vermez o. Ayşə. Gördün, əl elədim. Ondan alarsan, yaxşı? Çox sağ ol, minnətdarım, sağ ol. Çox sağ ol. Rafiq, Hə? bu oğlan bizim hesabı niyə ödədi ki? Hə, Rəşadı deyirsən? Rəşad mənim uşaqlıq dostumdur. Onunla aramızda uşaqlıqdan mərc var da. Elə bil ki, necə başlanır? Məsəl üçün biz oturmamışdıq burada restoranda. Birinci biz oturmuşuq da, mən oturmuşam. Əgər o təsadüfən gəlib restorana girirsə, görürsə oradayıq, elə birinci gələm ikinci biz oturanın hesabını verir də. Belə bizim aramızda bir söhbət var. Nə maraqlı, belə mərc olar. Elə mərc belə olar da, maraqlısıdır da. Elə bir dəfə də şey olmuşdu, toya getmişdim, təsadüfən gəlib görmüş ki, mənim toyumun pulunu salmışlar da. Maraqlı dostluğunuz var imiş. Hə, çox maraqlı. Uşaqlıqdan belə maraqlı keçirdirik.
Yaxşı ki sənə zəng elədim. Keyfim açıldı. Ay canım. Murad, Bəli, Şöhrət bəy. sən nə edibsən? Neynəmişik? Sən bunu hardan götürmüsən? Bagajda vardı, oradan götürdüm. Bu su qaynar değil mi Murad? Abi istinin qırğının günündə sən bana qaynar su versən içməyə Murad. Hə? Yo. Ama sen bilirsən ki, mən Holdenikdə, orada Holdenik quraşdırmışam. $1000 pul vermişəm, Murad. $1000. Onu vermişəm ki, sən mənə isti su verəsən niyə, hə? Bax, şimdi dəyişəm. Atan nə bağışlayın. Sən bilirsən ki, mən bu isti 40 dərəcə istidə suyu içsəm, xəstələnəcəyəm. Düzdür? Düzdür. Bəli. Ay sağ ol. Mən bunu xəstələnəcəyəm. Mən xəstələnsəm mənim bütün işlərim gedəcək, hə? Müqavilələr gedəcək, hə? Gedəcək. Müqavilələr getsə nə gedəcək? Sən gedəsən Murad. Ola. Dəyişirəm. Dəyişdirmə, iç. Yox, dəyişir. İç gör nətərdir bu istidə isti su içmək, hə? İç. İç Murad. Bütün hafsalamı xarab elədin təmiz. Bunu nə açıram? Mən gedirdik biz. Əslində çoxdan da heç kimlə belə rahat söhbət eləməmişdim. Sən biraz qəribəsən. Amma yaxşı qəribə. Daha nə oldu? Yaxşı insan, yaxşı qəribə. Əslində qəribəli mənim doğulduğum yerdə verilişim paylayırdılar. Mən də 3-4 kilo artıq düşdüm. Vəfa. Deməli sən mənə bu qoqoşa görə yox dedin, hə? Bəli, sevdiyim var. Əl çək məndən. Yaxşı Vəfa, yaxşı. Allah cana dəyməsin. Amma görüşəcəyik. Yaxşı. Həftələrlə görüşəcəyik. Gəl görək Murad. Bu nə idi ki, Vəfa? Nə bilmə. Varlıdır deyə özünü bir şey sanır. Elə bilir ki, bir-iki dənə bahalı hədiyyə göndərməklə, maşınla qızın qarşısına çıxmaqla sevgi qazanmaq olur. Bezdirib məni. Yaxşı elədin. Yəni elədik. Düz elədik. Amma biraz narahat oldum. Birdən dava çıxardı. Nəsə vardı sənin. Nə dav olacaq? Yox, narahat olma vardı. Amma qoluma girməyin qəşəngdir ha. Heç suyun olmadı. Heç yalan oxşamırdı. İnandırıcı idi. Nəysə. Mama da zəng eləyir. Mən gedim artıq. Çox sağ ol bugün üçün. Yaxşı ki varsan. Sən də. Murad. Bəli, Şöhrət bəy. Abi gədə kimi elə? Bilmirəm ki, tanımıram. Hə, tanıyasın. Tanımalısan. Elə bu gün bu saat tanımalısan o gədəni. Murad, mən özümə yer tapamıram Murad. Yəni deyirsən haqqında öyrənin nəsə? Haqqında öyrənim nədir? Adını öyrən, soyadını, harda qalır, kimlə yaşayır, kuruğu nədir, nə oynayır, dominodur, nədir, hara girir, TikTok'a girir, WhatsApp'a girir, hara girir, mən bilmirəm Murad, mən özümə yer tapamıram, Murad! Yox, əsəbləşmə. Sür Murad, sür oyun tap onu, tanıyacağım mən o gədəni. Narahat olma. Sən niyə buradasan? Ala heç nə Rafiq. Oradan qovdular məni. Ringə girəm, oğlum bu nədir? O divan gedəndən sonra elə bir kupçamı əlimdən aldılar. Mən də bomj adamam da, nə deyim. Səndə nə tər oldu? Nə vaxtı toy müəllim? Allah nə toy? 2 nəfərin bir yağ yeməyini pırıldaqla, əzlaflıqla verdim. Görsən də bir toy adamın qarnını doyura biləcək pul var məndə. Və yaxud da nəsə. Restorana getmişdi zə. Yana qaraq. Vəfa dedi adam, mən də ölləmək acından. Prosta fırlatmaq istəyirəm ki, getməyim. Pulum var, nə ilə gedim? Yəni alsan getdiyi yerə sifariş verə-verə fikirləşirəm ki, mən pulu hardan verəcəm, nətər verəcəm. Cibimdə 2 man pul var sən verdiyin. Gördüm, kimdə bir dənə qaqaş yemək yeyir. Gəldim, yaxınlaşım ki, bəs qaqaş salam, sosial eksperiment çəkilir. Mən sənə belə eləyəndə, sən də mənə belə elə. Və elə yalancılıqla, fırıldaqçılıqla verdim yeməyi, fırlatdım. Afisiyant da gəldi ki, qardaş bəs hesab. Mən də demişəm ha qaqaşa, beylədim, o da beylədi. Qaqaş yəni deyir ki, bildim ki, verəcəklər. Çıxdım, getdim belə. Sənin ağlına gələn şeylər heç bu aralar şeytanın ağlına gəldi. Seyfi, adam ac olanda başı saat kimi işləyir. Qızı da Allah'tayım, afisiyanı da Allah'tayım, özümü Allah'tayım. Qız nə dedi bəs? Allah qız nə deyəcək? Deyir,
O ne bizim hesabdadır? Dedim ki, uşaqlıq dostuyuq bundan, aramızda mərc var da. Birinci hansımızsa tez görsək, harda oturursa hesab veririk. Və belə deyib, bastım, bağladım, yedi. Söhbət o da elə, qapıdan çıxdıq, ben onu deyəcəkdim. Bir dənə qara maşın gəldi xarici, yanında, nə bileyim, şoferin azaddan bir interest bir tiki idi. Nə bileyim, bu qızı istəyir, qız bunu istəmir. Qarışıq bir dənə tema idi, başa çalmadım. Baba, məhəbbət üç bucağı, varlı oğlan, kasıb oğlan, bir dənə qız. Kino çəksiz ala. Bu nədir? Seyfi, bir şeyin fərqinə vardım ki, bu şəhərdə qızla oturmaq üçün ya sənin cibində pulun olmalıdır, ya da arxanda pul verəcək atom. Mənim də cibimdə 2 manat, arxamda divar, altında da kardon. Nə oldu əvəz? Deyirdin ki, sevgi pula baxmır, ay nə bilim, nə? Deyirdim, Seyfi, deyirdim deməyinə. Prosta sevgi qarın doyurmur. Bir yağ menyuda da heç sevgiyə verilən nəsə yox idi. Hamısı pulla idi. Yox, belə alınmaz. İş tapıb işləyəcəm. Tükürəm bunun yalançılığına da, fırıldaqçılığına da, kardonuna da, elə sənə də. Moynu tüpürsən, hə? Həm tüpürməyə başqa şey tapmadım, fikirləşdim. Elə sən o yadın ağlıma sənə tüpür. Yaxşı, bəs nə işləyəsən? Kim deyib olmuca iş verən? Anlaya bilməyin. Nə olur olsun işləyəcəm, Seyfi. Başqa variantım qalmayıb. Xadiməsi işləyəcəm. Nə bilim, geyib fəhlə işləyəcəm. Amma vaxt var, özüm maaş verirdim işçilərə. İndi iş axtarıram. Sən əməlli beyninə qoyubsan, ha, Rafiq? Yox, Seyfi, bunun zarafatı yoxdur, bu ciddi məsələdir. Beynimə qoymuşum mən. Get, qardaşım. Amma onu da unutma ki, dost sözü heç vaxt hecaya bölünməz. Sən də mənim süsü bax. Bilirəm, qardaşım. Gəl bura. Qardaşlıqda bunlar hamısı olur. Ona görə mən bilirəm, sən üstünə gəlmişsən. Nətə? Mənə kesmir, də mən eləmir. Ha? Nə olur? Bir keyfsən, bir dənizdə gəmilərin batıb. Salamatçılıqdır. Göbələksən, hara geyrəm çıxırsan qabağıma, gah oradan, gah buradan. Yox, salamatçılıq deyil. Nə olub baba? İş axtarıram. Ne? İş axtarırsan? Sən işləyənsən. Sən nə iş axtarırsan? Niyə işləmirəm? Nə iş axtarırsan? Fərqi yoxdur, iş olsun, süpürgəçi, nə bilim ya. Nə arası afisiyant, nəsə də bir şey. Süpürgəçi. Deyəm, bir də yaxın uşağı var, dostumuzdur. O cünlə kakra süpürgəçi axtarırdı. Demişdi, düşsə dinə. İxtiyar. Çağırır. Alo, Bəxtiyar, nə var, nə yox? Necəsən? Mənə bax, sən o gün süpürgəçi axtarırdın, təmizlikçi axtarırdın. Hələ də axtarırsan? Hə. Burada bir dənə yaxın uşağı var. Təmiz uşaqdır, vallahi, yaxşı da uşaqdır. Məhkumluğu da olmayıb. Olmayıb da. Heç nə var, məhkumluğu da olmayıb, tərtəmiz uşaqdır. Elə götür bunu, işləsin sənin yanında.
Əla. Sabah gəlsin başlasın da onda. Sağ ol, qardaşsan. Sağ ol, öpürəm. Siyo. Sən kimsən ha? HR direktorsan. Bu nə əlaqələrdə səndə? Yox, bax, bu həyatda evsiz olsan, bomj olsan ölməzsən. Network'un olmadı ya. Necə ki məhv oldun da sən. Nə olmadı? Network'un. Network nədir? Əlaqələrin olmadı, dayı məhv oldun sən elə bil. Sən ona dəqiqdir, yoxsa muhtaçsan mənə? 100%. Bax, sabah saat 9-da deyəndə işə başlayırsan, siyo. Xətayidə Lifeline Studios sağlamlıq mərkəzidir. Saat 9-da gedirsən. Bax, pulla sən bizi izləyirsən. Bax, 450 manat maaşındır. Bax, maaş, plusda çay var. Dayı nə istəyirsən? Nə deyirsən? Heç nə qardaş. Çox sağ ol. Sağ ol. Bu yaxşılığı heç vaxt yaddan çıxarmayın. Belə şeylər yaddan çıxartma. Sağ ol. Sağ ol. Rafiq? Sən nə varsan ha burada? Heç nə. O Oğramsan ha? Hə, yox, oğurlamamışam, söylədi. Lətafət xala yoxdur oradakı. Dedi ki, orada paltar atırlar, bu lazımsız paltarları. Sən də get götür də, lazım olar. Nə zor, mənə də var. Taparıq da indi. Onun başım vuraq. Ən üzündə elə bir nəsə bir gülüş var, sevinç var. Nə olub, nəyə gülürsən, nəyə sevmişdisən? Ay, o deyəcəmin narahat olma. Bir dənə bu sualımız var. Bu Hacıbala kimdir? Nəyin adamıdır? Kimin adamıdır? Hacıbala, Kunovka Hacıbala. Hə də Kunovka Hacıbaladır. Maması apardı o günlər yanımızda o. Hə, o. O vaxt nəsə vəzifəli işdə olubdu, qəşəng iş olubdu onun. Sonra o işindən zaddan oldu, hər şeyindən oldu da. Sonra telefonu hələ də işləyir də. Sən o kişi adamdır. Kişi zat deyil mi? Xəbərim var. O görə Allah haqqı. Allah haqqı. O görə sevinirəm də mən. Həqiqi işləyirsən sən. Sabahdan sabah işə çıxıram da bu sağlamlıq mərkəzində Xətayidə. Yox, məzələnsən. Sən öl məzələnmirəm, deyirəm kişi mən işə düzəltdi. Yox. Sən öl deyirəm işə düzəltdi. Sabah gedirəm işləməyə. Pulumuz olacaq bundan sonra. Nə işidir ki? Ay, fərqi nədir, nə işdir? Ay, uçacam sevincimlə. Ora baxmayın, mən baxıram. Hə. Uçacam sevincimlə. Baxma deyirəm. Hə. Baxma deyirəm. Hə. Süpürgəsi işidir. Fərqi nədir işdir? 450 manat maaş. Hə. Bəlkə Sənlə bəlkə müdürlə aramı zor elədim, sən də soxdum yanıma. Ev tutarıq, bir yerdə qalarıq. Desən öl. Allah mən kövrəldi sən esən. Bə qardaşlıq nə üçündür? Bə qardaşlıq buna görə də Seyfi. Ay sən ağlayacaq bir. Evimiz olacaq. Sən nə bilim zor deyil. Axı ki qurtulluq o kartondan. Qardaş işləyəcək də biz əslində paslanmışıq, yoxsa belə bütün əl işimiz çox güclüdür, bilirsən də yəqin ki. Gedə axırında bax kardonun üstündə yataq sonra tüpürək kardon. Siyah. Ala bunu da sana götürdüm, yaxşı. Sağ ol. Aleykümselam, hoş geldiniz. Hoş geldin. Hacıbala mənim zəng gəlib deyib tapşırıb sizi. Hə, Başlayabilirsiniz bugündən işə. hə, bəli, başlayabilirim. Mən dünən dedik ki, ondan sonra gəldim. Mərkəzimizin haqqında nəsə bilirsinizmi? Xeyr, Biz nə ilə məşğuluq? xeyr, onu da bilmirəm. Bizim mərkəzimizdə bir neçə dənə studiya var. Yoga, pilates, mancaq, gimnastika, neurok, masaj falan. Hər studiyada ayrı-ayrılıqda prosedurlar keçirilir. O prosedurlar zamanı ora daxil olmaq olmaz. Boş olan vaxtı girib təmizlik işlərinə baxarsınız. Aydın. İndi sənə oradan forma verəcəklər. Paltarı dəyişib başlayarsan işə. Çox sağ olun. Sağ ol, sağ ol. Nə olar götürüm xatir. Olar, bir dənə götür. Sağ ol.
baxam, baxıb deyərsiniz. Yorulmayasan Rafiq. Sən gedən o gün mən üz çevirib məndən, mənim üçün dünəndən sonra heç mənə lazım da deyilsən, sonra heç mənə lazım da deyilsən. Gözümün içinə düz bax, ümid eləmə barışaq, sən salamat mən sağ, sonra heç mənə lazım da deyilsən, sonra heç mənə lazım da deyilsən. Lazım değilsen, lazım değilsen, sonra hiç mənə lazım da değilsen, sonra hiç mənə lazım da değilsen.